Salam, Mərkəzi Gömrük Hospitalının həkim-psixoloqu Günay Əhmədova. Pediatrik müayinələrdə daha çox bizə müraciət olunan müayinələrdən biri də dayaq hərəkət sisteminin müayinəsidir. Burada daha çox bizim qarşılaşdığımız, yəni müayinə etdiyimiz bu çanaq oynağı olur. Bu çanaq oynağının bəlli aylarda intervallarla baxılır. Əgər doğuş zamanı neonatoloq tərəfindən dəyərləndirilən zaman və ya prenatal dövrdə ana bətnindəykən hər hansı bir diqqəti çəkən bir patoloji dəyişiklik qeyd olunmursa, bu çanaq oynağının dəyərləndirilməsi körpələrin 2 aylığından etibarən başlayır. Burada bizim ən çox diqqət etdiyimiz nüans alfa dərəcələridir və sümükləşmə mərkəzidir. Bu çanaq oynağını ultrasəs edərkən oynaq ətrafında hər hansı bir patoloji toplantı, ödem varsa o izlənməlidir, yəni aşkarlanmalıdır. Bu çanaq oynağında bucaqları dəyərləndiririk. Orada alfa bucaqları və beta bucaqları var. Onların da təbii ki, bəlli normativləri var. O normativlərə diqqət edirik. Uşağın hərəkət zamanı bu çanaq oynağında çıxığı varmı, yoxmu onu qeyd edirik. Əgər heç bir patologiya aşkarlanmırsa, alfa dərəcələri normal hüdudlardadırsa, sümükləşmə mərkəzinə görə biz rutin 2 ay sonra təkrar ultrasəs müayinəsinə çağırırıq. Əgər hər hansı patologiya ilkin müayinədə aşkarlanırsa, ikincili müayinə olaraq rentgen müayinəsini əlavə edirik. Təbii ki, klinisist tərəfindən dəyərləndirilir və ikinci müayinə rentgen müayinəsi həyata keçirilir. Rentgen müayinəsi valideynlərin də dili ilə desək, şüalı müayinədir. O sadəcə göstəriş olaraq qeyd olunanı rentgen müayinəsindən keçə bilirlər. Amma bu çanaq oynağının ultrasəs müayinəsi isə ultrasəsdə heç bir şüa, heç bir ağrı, heç bir zərər olmadığı üçün dəqiq intervallarla nə vaxt təyin olunursa, həmin müayinələrdən keçmək tövsiyə olunur. Əgər hər hansı bir patologiya aşkarlanırsa, travmatoloq ortoped tərəfindən dəyərləndirilir, rentgen müayinəsində təsdiqlənilir və diaqnoza uyğun müalicəsi və müayinəsi davam etdirilir.